mənim üçün biliklə savad ayrı şeydir. Aha. Məsələn, yenə də xatırlayıram, Tolstoy, qoca Tolstoy otururdu öz əsasına söykənib, deməli, arx axırdı, Yasnaya Polyanada və Gorkidə gəlirdi, Peşkov, gəlirdi hərdən qocadan dərs almağa, nələrsə öyrənməyə. Otururdu onun dizinin yanında, yanaşı söhbət edirdilər. Onların dialoqunda bir nüans var. Mənə başqa bir mənanı açdı o. Taç hansı oxuduğum bir şeydir. Onlar söhbət edirlər. Birdən Tolstoy, qoca Tolstoy 80 yaşında, dünyanın hər tərəfini görmüş Tolstoy və yazmış Tolstoy deyir ki, bu mujik. Mujik o vaxtı kənddə yaşayan adamlara deyirdilər. Çünki o vaxtı kəndləri bağışlayırdılar da, bilirsiniz. Skokda duş, nə qədərsə can və yaxud da adam verilirdi, bəli. O deyirdi ki, siz, yəni kənddən gəlmiş adamsınız. No u vas duşa umная. O demirdi, bu umный человек. O demirdi, siz ağıllı. Deyirdi ki, sizin qəlbiniz ağıllıdır. Mənim üçün ağıl deyilən bir şey, intellekt deyilən bir şey qəlb göstəricisidir. Savad, adam qutara bilər bir neçə institut. Nə bilim, Diplomlar ola bilər. Ola bilər, bəli. Amma adamla 5 dəqiqə söhbət edə bilmirsən. Belə təcrübəm olub mənim, özüm də belə deyək, peşəkar televiziya ilə məşğul olan adam kimi və yaxud həyatda belə adamları görürsən. Ümumiyyətlə, savad və biliyi şükür olsun yaradana ki, mən özüm üçün seçdim. Savad və bilik fərqli şeylərdir. Bir də var ki, savadlı adam, yüksək savadlı, erudisiyalı adam həm də bilikli olur. Olursa əla olur. O biliyə gətirir yəni.